Ayrılıq, ayrılıq, yaman ayrılıq, hər bir dərddən yaman, aman ayrılıq. Bəzən biz sevdiyimiz insanlardan ayrılırıq və bu ayrılıq bizə çox acı gəlir. Mən istəyirəm bugün Aynur xanımla ayrılıq sonrası yas dönəmindən danışaq. Aynur xanım, ayrılıq sonrası yas dönəmi necə olur? Günay xanım, ayrılıq sonrası yaz dönəmi. Fərqi yoxdur, biz burada partnyorla mı ayrılmışıq, öz sevdiyimiz insanlardan mı ayrılmışıq. Bu bizdə sanki bir ölüm effekti şəklində, beynimiz onu bir şok şəklində qəbul edir və ayrılıq sonrası yaz dönəmi əslində bir neçə mərhələdən keçir. Biz hansı insanlar ayrılıq sonrası yaz dönəmini atlata bilirik ki, bu 5 mərhələni artıq bitiribdir. Bəzən insanlar bu indi sayacağım mərhələlərin bəzilərini ilişib qalırlar və uzun illər ilişib qalırlar və bunun nəticəsində də onlar bu yaz dönəmini bitirə bilmirlər. İndi mən bugün istəyirəm qısa məlumat verim ki, hansı mərhələləri biz keçirik və yaz dönəmində olan insanlar da, tutaq ki, partnyorundan ayrılan bir insanda baxsın ki, o indi hal-hazırda hansı mərhələdədir, hansı mərhələdə ilişib qalıbdır. Birinci mərhələ, hansı ki, insan bir partnyordan və ya sevdiyi bir insandan ayrılır, bu zaman onun beyni inkar mərhələsinə keçir. Yəni, o inkar edir bu durumu ki, sanki belə bir hadisə olmayıbdır. İnkar etdikdən sonra, bu periodu keçdikdən sonra gəlir qəzəb mərhələsi. Başlayır insan daha aqressiv olmağa, özünə qarşı, çevrəsinə qarşı aqressiv davranışlar sərgiləməyə. Üçüncü mərhələdə özünü günahlandırma mərhələsidir. İnsan başlayır bu situasiyada itirdiyi insan üçün özünü günahlandırmağa. Kaş mən bunu belə etməzdim, kaş ona daha yaxşı davranardım, daha çox sevgi verərdim, diqqət verərdim. Daha sonraki mərhələdə, dördüncü mərhələdə artıq insan bir boşluğa düşür. Heç nə etmək istəmir, həyatın mənasını sorğuluyur, bu şəkildə bir boşluq hissi yaşayır və sonuncu mərhələdə, 5-ci mərhələdə isə artıq insan qəbul edir ki, bu proses baş verir və artıq onu normal qəbul etməlidir. Bəzən bizim praktikamızda olur, artıq 5 ildir, 6 ildir bir partnyordan ayrılıb və ya sevdiyi bir insanı itirib, insan bu 5 periodu keçmək yerinə, məsələn, qalıb inkar periodunda, inkar mərhələsindəki hansı ki, artıq bitirə bilmir. Əgər bu insan birinci mərhələdə qalıbsa, o zaman onun bu yaz periodunu tamamilə bitirməsi mümkün deyil. Bu zaman psixoloji dəstək və ya başqa bir vasitələrlə, texnikalarla həmin insanın periodu tamamlamasına dəstək edilir. Çox sağ olun. Buyurun.